Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Sizinlə bugün 2025-in ikinci cəhdindən olan bir sual nümunəsinə baxacağıq. Uyğunluq testidir. Doğru mülahizəni müəyyən eləməyimizi istəyir. 34-cü sualda X cümləmiz nədir? Seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabında müəyyən etmək olar. Yanlışdır bu. Biz seçilmiş obyektin belə deyək də, səhifədə mövqeyini müəyyən etmək üçün nə edəcəyik? Gəlirik, ilk öncə bir obyekt əlavə edirik. Obyekt əlavə edən kimi bizdə format alət tabı açılır. Və fikir verin, burada arrange length qrupunda position əmri var. Position əmrini, məsələn, gəlirəm bu cür istifadə edərək nə edə bilərəm? Seçilmiş obyektin müəyyən yerlərə qoya bilərəm. Pozisiyasını dəyişə bilərəm. Ona görə də bu nə olmuş olacaq? Format, alət tabı, arrange, length qrupu və position əmri. İndi sizə bir şey deyim. Arrange length tabı həm də harda var idi? Daha doğrusu length qrupu həm də harda var idi? Layout'un içərisində var idi. Burada da position əmri var idi. Mən WhatsApp-da sizə audio qeydlər atmışdım. Orada da demişdim ki, arrange length qrupu həm belə deyək də layout length tabında var, həm də ki format alət tabında var. Hər ikisinin daxilindəki əmrlər eyni funksiyaları yerinə yetirir. Bu belə. Keçək ikinci cümləmizə. İki sənədin avtomatik müqayisəsi view tabından mümkündür. Xeyr, bu yanlışdır. İki sənədin avtomatik müqayisəsi review'da compile'nin içində compile əmri var. Oradan mümkündür. Baxın, fikir verin. Burada biz iki dənə dokument yazırıq və onları nə edirik? Müqayisə edirik. Bu da hardandır? Yazırıq qarşısında review'dan, review yanına da yazıram compile. Deməli, 1 gedər, 2 gedər. 1 gedər, yəni cavab çıxdı. Cavab çıxdı. İndi nə edirik? Digər variantlara baxırıq. Quick Access Toolbar alətlər panelindən fayl tabından alət əlavə etmək olar. Bəli, bu doğrudur. Fayl tabına sənədi düzləşdirmək, mühafizə etmək olar. Düzəlişlərdən mühafizə etmək olar. Bu yorğunculukdur, cümlə qura bilmirəm, üzrü sayın uşaqlar. Deməli, biz gəlirik, nə edirik? Buradan protect document biz nə edə bilərik? Buradan mühafizə edə bilərik. Daha sonra save as-dən browse, deməli, daha sonra tools, general options, burada da gördüyümüz kimi parollər qoya bilərik. Sonra bir də var idi nə? File quick access toolbara, nə? File alət tabından nə eləmək olar? Əlavə eləmək olar. Quick Access Toolbara. Baxın, burada gördüyümüz kimi nə əlavə eləyə bilərsiniz? İstədiyiniz əmri əlavə eləyə bilərsiniz. Daha sonra gəlirik növbəti cümləyə. Sənəddəki qrafik cədvəl, düstur və şərhlərin axtarışı navigation pane. View-da, bəli. Biz nə demişik? Navigation pane həm view-da var, gördüyümüz kimi. Baxın. Daha sonra review-da var, accessibility içərisində var. Bir də harda var idi? Find əmrini klik edən kimi navigation pəncərəsi açılırdı və bunun hamısında klaviaturadan düymə Ctrl F idi. Bu belə. Sonra gəlirik. Deyir ki, referens tabında sənəddə edilmiş düzəlişləri qəbul etmək və onları imtina etmək mümkündür. Xeyr, bu yanlışdır. Gəlin baxaq, hardadır bu? Gördüyümüz kimi review-da change-dədir. Burada da yazıram. Review change length qrupunda, yəni review length tabında change length qrupunda yerləşir. Düzgün cavab Y variantı olmuş oldu.